Salam hörmətli müəllimlər. Biraz sayılan sayılmayan isimlərə, some, any və s. bunlara baxaq. Deməli, ən bildiyimiz kimi isimlərin qabağında işlənir və yaxud da ismin qabağında sifət varsa ondan işlənir. Yəni, məsələn, an apple, əgər ismimiz, yəni bundan sonra gələn söz saitlə başlayırsa, onda ən yazırdıq. Samitlə başlayırsa, məsələn, a pen. Və əgər bunların arasında tutaq ki, hansısa bir sifət var, qırmızı qələm deyiriksə, a red pen, onda keçdi sifətdən qabağa. Və yenə də dən sonra gələn sözə baxırıq. Məsələn, indi tutaq ki, deyəndə narıncı qələm deyəcək an orange pen. Yenə də ən özündən sonraki gələn sözə uyğunlaşdı, ən oldu. Bir neçə demək üçün some işlədirik. Some həm sayılan isimlərlə işlənir, həm sayılmayan isimlərlə. Fikir verdinizsə, sayılan isimlərlə sonunda s olur, yəni cəm olur, biraz alma. Amma sayılmayan isimlərlə ismin sonunda heç nə olmur. Bunlar tort, məsləhət, çörək, informasiya, iş, news, yəni də xəbərlər deməkdir, sayılmırlar. Məsələn, mən deyirəm ki, mənim təzə xəbərlərim var. I have some news. Bu cəmdə deyil də, bu sözün özü kökdür. Məsələn, və yaxud da deyirəm, biraz mənə məsləhət ver. Give me some advice. Məsləhət sözü sayılmır, ona görə sadəcə some advice. Amma desəm ki, mənə biraz məsələn, çörək ver, deyəcəm give me some bread. Amma mənə biraz alma ver desəm, deyəcəm give me some apples. Deməli, yeganə fərq ismin sonundakı s oldu. Məsələn, give me some apples. Bu belə. Sonra baxaq some, any'nin işlənməyinə. Some'la any'nin fərqi nədir? Some və any. Hər ikisi biraz deməkdir. Amma yəni biraz, bir neçə. Some təsdiq cümlələrində işlənir, yəni nöqtəli cümlələrdə. Any isə sual, inkar cümlələrində işlənir. Yəni, məsələn, mən deyirəm ki, hər gün mən biraz çörək alıram. I buy some bread every day. Every day. Və yaxud da soyuducuda biraz süd var. There is some milk in the fridge. Və yaxud da deyirəm, sənin yazılarında bəzi səhvlər var. There are some mistakes in your, məsələn, letter olsun, sənin məktubunda. In your letter. Bu oldu biraz, bir neçə. Sayılan, sayılmayanlarla. Bir neçə sayılan, sayılmayanlarla ancaq sual, inkar cümləsində olanda any işlənir. Yəni, məsələn, indi mən bu cümlələri inkar eləsəm, onda deyəcəm I don't buy, yəni mən ümumiyyətlə çörək almıram. I don't buy any bread. Və yaxud da there is not any milk in the fridge. İnkarda dediyimə görə, yəni not işlətdiyimə görə notdan sonra any deyirəm. Və yaxud da there are not any mistakes in your letter. Fikir verdinizsə, any'dən sonra da sayılan olanda s işlədirik, sayılmayan olanda s işlətmirik. There is not any milk. Sual verəndə indi, məsələn, mən deyirəm ki, mənim yazımda heç səhv var. Eyni sualı, bu there are some mistakes, yadınızdadırsa, sualın içində əmizar olanda arı keçirdik qabağa və yaxud da izi keçirdik qabağa. İndi soyuducuda heç süd var desək, deyəcək is there any milk in the fridge?
Gördüğünüz kimi burada sual değildi diye some idi, burada sualdı diye olacaq any. Və yaxud da burada. İndi özünüz məndən qabaq fikirləşin. Pauza edib fikirləşin. Sonra məndən bir yerdə deyin. Are there any mistakes? Məsələn, in my letter. Mən deyirəm, heç mənim məktubumda səhv var. Bu some'la any'nin işlənməsi. Eyni şəkildə some'la any kimsə, heç kimsə mənasında da işlənə bilir. Somebody və yaxud da someone olur kimsə. Something olur nəsə. Somewhere harasa. Kуда-нибудь, что-нибудь, кто-нибудь. Eyni sözlər sualda da olanda olacaq. Anybody, anyone, anything. Anybody, anyone, anything, anywhere. Məsələn, mən deyirəm ki, mən kimisə görürəm. I see someone və yaxud da somebody. Olmasın, kimisə olsun, mən nəyisə görürəm və yaxud da mən yeməyə nəsə istəyirəm. I want something to eat. Mən nəsə yemək istəyirəm. Nəsə yemək istəyirəm. Yes. İndi mən bunları inkar edəsəm, onda deyəcəm I don't see anybody. Eyni cümləni burada da inkar edirəm. Mən heç nə yemək istəmirəm. I don't want anything to eat. Və yaxud da eyni ilə I want to eat something də deyə bilərəm. I want to eat something olanda olur, nəsə yemək istəyirəm. I want something to eat, mən yeməyə nəsə istəyirəm. Burada da yine I don't want to eat anything. Belə də demiyorlar. Yəni heç bir fərqi yoxdur. İndi sual şəklində desəm, məsələn mən deyirəm ki, sən kimisə görürsən, do you see yadınızdadırsa sualımızın içində fiil olanda sualı do ilə verirdik. Do you see anybody? Deməli, suallarda və inkarlarda dedik anybody'lər. Bircə dənə, əgər sual təklifdirsə, onda some olur. Məsələn, indi suallarımıza baxaq. Tutaq ki, mən deyirəm ki, elə bu cümlədə sən nəsə yemək istəyirsən, do you want something to eat'i burada da deyə bilərəm, burada da deyə bilərəm, fərqi yoxdur. Və yaxud da prosta deyirəm, nəsə istəyirsən. Do you want və yaxud da would you like, istərdinmi? Would you like to drink something? Sən nəsə içmək istəyirsən. Ən çox da bu restoranlarda falan nələrsə təklif edəndə olur. Və yaxud da somebody, something olmasın, tək some'la olsun. Məsələn, mən deyirəm ki, çörək ala bilərsən. Can you buy some bread? Would you like tort vereyim sənə. Yəni biraz tort istəyirsən. Would you like some cake? Bunlar sual cümlələridir, ancaq təklif olduğuna görə orada some işləndi. Qalan bütün hallarda, sualda, inkarda any, anybody işlənir.